Salamlar hər kəsə. Bu gün çox çətin bir mövzu üzərində işləyəcəyik və bu mövzuda Şəmsir Kərimov qonağımızdır. Nəyə görə Şəmsir Kərimov? Çünki tarixi, sosioloji, hüquqi mövzularda çox unikal fikirləri var. Ona görə də düşündüm ki, bu mövzuda tanıdıqlarım arasında ən yaxşı danışa biləcək şəxs odur. Ona görə də ondan çox xahiş elədim və sağ olsun ki, gəldi. Buna görə təşəkkür edirəm bəy. Çox sağ olun. Çox sağ olun. Xoş sözlərinizə görə, bir xeyli də mübaliğəli tərifinizə görə minnətdaram. Öncə bu tip videolara hər zaman başlayanda biz bu sualı veririk. Özünüz haqqında bir məlumat verəsiniz. Özüm haqqında qısa desəm, mənim ilk ixtisasım tarix olub, amma o sahədə təəssüf ki, işləmə imkanım olmayıb. İkinci ixtisasım isə hüquq olubdur. Bu qədər. Çox yaxşı. Ya belə dediyinə baxmayın, mən şəxsən yaxından tanıyıram. Çox möhtəşəm bir biliyi var. O zaman keçək birbaşa suallara. Ümumiyyətlə tarixlə bağlı bir çox tarixə qarşı fikirlər var. Görmüşük bunu. Deyirlər ki, hətta elm belə deyil. Sosiologiyanın qarşısında, digər ixtisasların qarşısında çox zəif qalır elmlərin qarşısında. Sizin buna bağlı fikriniz nədir? Tarix ümumiyyətlə bir elmdirmi? Tarix Fustel de Coulanges dediyi kimi, böyük fransız tarixçisi, Fustel de Coulanges dediyi kimi tarix elmlərin ən çətinidir. Çünki tarix insanı və insana aid hadisələri öyrənir. İnsan isə canlıların içində ən mürəkkəbidir. Dini baxımdan desək, yaradılışın əşrəfidir. İnsan qədər ziddiyyətli, çox tərəfli, həm də maraqlı bir varlıq çətindir və aydındır ki, onu öyrənmək, onunla bağlı hadisələri öyrənmək də çox çətindir. Bu, əlbəttə, tarixi çox çətin eləyir. O ki, qaldı sosiologiya haqqında dediniz. Sosiologiyanın banisi olmasa da, belə deyək, sütun daşlarından biri Emil Durkheim Fustel de Coulanges'ın tələbəsi olubdur. Və Fustel de Coulanges'dan da çox təsirlənir. Düzdür, Durkheim sonra da tarix elminə böyük təsir göstərir. İndi ki, buradan başladıq, mən sizə deyim ki, tarix bir elm kimi uşaqlıq dövründə yaşayır. Düzdür, tarix elmlərinin içində ən qədimlərindən biridir. Yəni, bilirsiniz də, tarix Siceronun sözü ilə desək, ifadəsi ilə desək ki, o Herodotu tarixin atası adlandırıb və bu söz də sonradan ümumiləşib, yəni Herodot tarixin atasıdır və onun əsərinin adıdır tarix. Və Herodota qədər də tarixçilər var idi. Herodot əslində bir tarix məktəbinin nümayəndəsi idi, İoniya tarix məktəbinin. Amma tarix elmi idrakdan istifadə baxımından, analitik düşüncənin tətbiqi baxımından tarix çox gəncdir. Çünki rasional idrak tarixə 19-cu əsrin əvvəllərindən Bir çox elm kimi. 19-cu əsrin əvvəllərindən bir sıra elmlər kimi, amma kimyada, fizikada, yəni dəqiq təbiət elmlərində, dəqiq elmlərdə bu xeyli erkən başlamışdı. Tarixdə isə bu əsasən Fransız inqilabından sonra, Böyük Fransa inqilabı deyirik. Böyük Fransa inqilabından sonra elmi idraka, daha doğrusu təbiət elmlərinin idrakını tətbiq eləməyə başladılar. Çox maraqlı yanaşmadır. Tətbiq eləməyə başladılar. Burada da həm romantik məktəbin nümayəndələrinin, onlar ilk addımlarını atdılar. Thomas Carlyle'in, Jules Michelin'in rolu var, amma tarixin elmləşməsi, bayaq qeyd etdiyim kimi, Fustel de Coulanges'ın, sonra isə sosiologiyada Auguste Comte'un, Durkheim'in, Karl Marx'ın və digərlərin tarixə, onlar tarixdən bəhrələnmişdilər. Və sonra da tarixə təsir göstərməyə başladılar, tarixi düşüncəyə və onların içində, misal üçün, Karl Marx'ı da tarixçi də adlandırmaq olar. Yəni, yalnız sosiolog yox, tarixçi də. Marx'ı da, onun silahdaşı Friedrich Engels'i də. Və digər tarix elminə 19-cu əsrdə, yəni indi biz Alexis Tocqueville də deyə bilərik, onun çox böyük təsiri olubdur, bu adım çəkdiyimiz şəxslərə də təsiri olubdur. Hərçənd ki, o peşəkar tarixçi deyildi, amma düşüncələrinə görə, ümumiyyətlə, tarix elminə, belə deyək, filosofların təsiri çox olub. Bilirsiniz ki, tarixi fəlsəfə anlayışını ilk dəfə Voltaire istifadə edirdi. Tarix fəlsəfə. Bəli, tarixin fəlsəfəsi. Tarixin fəlsəfəsi. Tarixin fəlsəfəsi və yaxud istarosofiya deyək, Avropa sayağı.
Voltaire istifadə eləsə də, Voltaire ədəbiyyatçı olub. Sonradan Herder, Johann Herder ondan artıq özünün demək mövzusunun mərkəzinə qoyub həmin anlayışı və tarixin, fəlsəfənin öyrənilməsinə başlayıb. Bu adamlar ancaq tarixçi olmayıblar və ümumiyyətlə tarixçi kimi qeyd etdiyimiz şəxslərin hər birinə baxanda görərsiniz ki, onlar həm filosof, ədəbiyyatçı, mədəniyyət tarixçisi, sivilizasiya tarixçisi kimi adlandırmaq olar. Yəni tarix elmi bu cəhətdən çox gənc elmdir. Və qeyd etdiyimiz kimi tarix elmlərin ən mürəkkəbidir. Ən mürəkkəb. Bu mənim sözüm deyil, bu dedim Stel de Planchil sözüdür ki, tarix elmlərin ən mürəkkəbidir. Və bir də ki, tarixi digər elmlərdən daha çətin eləyən və onun elmilik kriteriyasına belə desək, hesab olunur ki, xələl gətirir, amma xələl gətirmir. Bu, onun obyektiv cəhətidir. Tarixdə təcrübə qoymaq mümkün deyil. Bilirsiniz ki, təbiət elmlərində təcrübə qoyulur və hər hansı bir hipoteza təcrübədə yoxlanılır. Hətta humanitar elmlərdə də, psixologiyada, sosiologiyada təcrübə qoymaq mümkündür. Əslində, hökməndə təcrübə qoyulur. Amma tarixdə necə eləmək olar, tutaq ki, Otluqbeli Tərcan döyüşünü yenidən biz təcrübə eləyə bilərikmi? Xeyr, eləyə bilmərik. Və yaxud da ki, Makedoniyalı İskəndərin fəthlərini, fütuhatını yenidən təcrübə eləmək, təcrübə qoymaq mümkündürmü bu sahədə? Xeyr, mümkün deyil. Buna görə də tarixdə təcrübə qoymaq mümkün deyil. Düzdür. Bu da əslində yenə deyirəm, bu elmin nöqsanı deyil. Bu həm də onunla əlaqədardır ki, keçmişi qaytarmaq olmaz. Bu belə deyək, zamanın obyektiv xüsusiyyətidir. Keçmiş qayıtmır. Bu mənada tarixçi oxşarlıqları, tarixi hadisələr arasındakı oxşarlıqları, məntiqi əlaqəni öyrənir. Tarixin qanunauyğunluğunu öyrənir. Bir növ mexanizm. Sosial münasibətlərdə mexanizm anlamağa çalışır. Bəli, elə də demək olar. Hərçəndir ki, bəşəriyyət özü bütövlükdə bir orqanizmdir. Bəli, qəşəng yanaşması. Bəşəriyyət özü bir orqanizmdir. Yəni tarixə qeyri-ciddi yanaşmaq Həbəsdən. Həm doğru deyil, həm cəmiyyət üçün xoş olmayan nəticələrə gətirib çıxarda bilər. İndiki dediniz, söhbəti bu istiqamətdən inkişaf elətdirək. Ümumiyyətlə tarixi tənqid edənlər, elm kimi inkar edənlərin içində elələri var ki, hesab edirlər ki, tarix ümumiyyətlə ziyanlıdır. Tarixi öyrənməyinə dəyməz və tarix fransız filosofu, eyni zamanda tarixi fikrə də təsir göstərən Paul Valéry bu 20-ci əsrin əvvəllərində yaşayıb. Xüsusən bu əhval-ruhiyyə 1-ci Dünya müharibəsindən sonra formalaşdı. Çünki 1-ci Dünya müharibəsi Avropa cəmiyyətinə, Avropa sivilizasiyasına çox böyük zərbə vurdu. Nihilizm kimi fəlsəfi baxışların belə səhvkarı kimi görürlər. Bəli, bu elə də var. Bu ideoloji sahədə bolşevizmin meydana çıxmasına, qalib gəlməsinə səbəb oldu. Sonra bolşevizmə sağ radikal reaksiya kimi faşizmin meydana gəlməsinə səbəb oldu. Avropa sivilizasiyasını kökündən sarsıtdı, Avropa mədəniyyətini sarsıtdı. Bu da aydındır ki, tarixdən yan keçə bilməzdi. Fransız tarixçisi Mark Bloch bununla əlaqədar fransız baş qərargahında olan bir belə desək, situasiyanı xatırlayır. Deyir, orada sual verir ki, tarix bizi aldatdımı? Tarix bizi aldatdımı? Buna görə də o zaman tarixin tənqidçiləri belə desək, hesab elədilər ki, tarix çox zaman ziyanlı, zərərli, cəmiyyətin inkişafına mane olan informasiyaları özündə ehtiva eləyir, onu yenidən translyasiya eləyir cəmiyyətə. Paul Valéry həmin o adını çəkdiyimiz deyirdi ki, tarix iqtidarların qulluqçusu, militarizmin isə belə desək, valideynidir. Müəllim, çox üzr istəyirəm, biraz bilmədiyimə görə deyirəm. Paul Valéry təxminən hansı dövrlərdə yaşayıb? Paul Valéry 20-ci əsrin birinci yarısında.
20-ci əsrin birinci yarısında. Birinci yarısında. Belə bəli. düşünməsinizin səbəbi o dövrün siyasi gedişatıdır da dediniz. Əsasən Birinci Dünya müharibəsi. Əsasən Birinci Dünya Axı müharibəsi. monarxlar bir-birinə döyüşdü. Ona görə elə düşünür. Xeyr, Birinci Dünya müharibəsini Aha. ümumiyyətlə özünə qədər ki, müharibələrdən prinsipcə fərqləndirən əsas əlamət ondadır ki, burada monarxlar döyüşmür, burada xalqlar döyüşdü. Xalqlar. Burada hətta ordular da döyüşmədi. Yəni ilk dəfə olaraq xalqlar ordu şəklində döyüşdülər. Hə, biraz fərqli yanı. Və bu da Avropa üçün Fəlakət çox idi. dağıdıcı oldu. Bəli. Avropa ona qədər hesab olunurdu ki, Avropada artıq belə dağıdıcı müharibələr ola bilməz. Əslində də Avropada ona qədər hətta 30 illik müharibə kimi çox belə desək acı nəticələrə səbəb olmuş müharibələr belə Avropa üçün o cür dağıdıcı olmamışdı. Niyə? Çünki burada döyüş əsasən peşəkar əsgərlər arasında, peşəkar hərbiçilər, ordular arasında gedirdi. Burada isə xalqlar toqquşdular. Eynən, mobilizasiya olunmuş xalq. Bəli. Bəli. Bu artıq sənayeləşmənin imkan verirdi ki, xalqlar səfərbər olsunlar, miqyaslar artdı. Və bu mənada bəli, Birinci Dünya müharibəsi Avropa şüuruna da bilirsiniz də Spenglerin Avropanın sübutu adlı əsəri də həmin dövrdə yazıldı. Düzdür, ona qədər də belə mülahizələr var idi, amma Spengler artıq bir növ peyğəmbərlik elədi və həm də həmin vəziyyəti konstatasiya elədi ki, artıq Avropanın sübutu, tənəzzülü qaçılmazdı. Bəli. Paul Valéry belə deyir, Paul Valéry ümumiyyətlə tarixi insan intellektinin ən zərərli məhsul adlandırır. Oswald Spenglerin belə düşünməsinin səbəbi də elə tarix elmini bilməsi də, tarixi bilməsi də. Çünki bənzədir böyük ehtimalla. Yəni məncə Roma ilə bənzədir. Oxumamışam. Dəqiqliklə. Düzdür, Spengler artıq bu hesab eləyir ki, yəni onda bu əhval-ruhiyyənin yaranmasına artıq təkrarçılıq edirik. Həmin dünya müharibəsi O da dünya təsir göstərdi. Bəli, çünki ona qədər yenə deyirəm, hesab olunurdu ki, artıq belə müharibələr mümkün deyil. Hə. Heç vaxt anlamazlar ki, insan insana belə Bəli, davranır. düzdür. Friedrich Engels hardasa 1880-ci illərdə səhv eləmirəmsə, yəni dünya müharibəsi başlamamışdan 30-40 il əvvəl, dəqiq yadımda deyil, mən onun hansı əsərində oxumuşam, amma hökmən onu oxumuşam. Orada deyir ki, artıq Almaniya üçün dünya müharibəsindən başqa müharibə yəni mümkün deyil. Almaniya dünya müharibəsinə gedir. Bəli. Bunu sonra hesab edirəm ki, bax bu proqnozu özdə doğrulmuş proqnozu. Sonra biz analiz edərik. Ki necə tarix bu adama imkan verir ki, o zamana qədər bilirsiniz dünya müharibəsi olmamışdı. Bəli. Dünya müharibəsi görünən kimi 7 il məsələn müharibəsi dünya müharibəsi kimi görsənir. Bəli, deyirdilər. 7 illik müharibəyə. Amma heç biri bu səviyyədə, bu miqyasda deyil. Amma Engels tamam başqa miqyasdan danışırdı. Yəni bunu proqnozlaşdırır. Yəni Alman siyasətçiləri, Alman belə iqtidarı yəqin ki Engelsə qulaq assaydılar. Yəqin ki bir çox məsələləri başqa cür qat. Bismarck da görmüşdü əslində iki tərəfdən sıxışdırılacaqlarını. Ona görə istəyirdi ki, Rusiyanın o daha çox siyasi aspektdən baxırdı. Hərbi strateji baxımdan ona yanaşırdı. Onu dünya müharibəsinə çevriləcəyi barədə indi bilmirəm, görürdü, görmürdü. Hər halda elə bir sözü yoxdur. Amma Engelsin faktiki var. Faktik olaraq bunu proqnozlaşdırır. Bəli. Başqaları da olubdu ki, bu barədə. Bayaq bir kəlmə söylədi. Çox yaxşı bir yanaşma idi. Tarixin çox çətin olduğunu söylədiniz. Çünki bunu biz antropologiyada da deyirik əslində. İnsan rasional varlıq olduğu üçün 30-50 illik bir iqtisadi plan qurmaq olmur, siyasi plan qurmaq olmur. Ona görə biz ona psevdo elmi baxırıq. Ay 100 il əvvəl qurulmuş bir plandır. Bunu böləcəklər, onu eləyəcəklər. Çünki səhv etmirəmsə latincası deus ex machina olan bir yanaşma var. Latında da belə bir termindir tarixdə. Anidən baş verən hadisə nəticəsində bütün gedişatın dəyişməsi deməkdir. İnsan maşından o tanrı. Bəli. Ona mexaniki tanrı. Mexaniki tanrı deyilir, bəli. Qədim Yunan teatrından gələn anlayışdır. Onun ilk dəfə qədim Yunan teatrında işlədilər. Elə bir mexanizm var idi. Bəli. İnsan dedikdə qeyd elədik ki, insan çox mürəkkəb. Və bunu öyrənməyə çalışır. Varlıqdır. Amma əgər demək ki, bu mürəkkəb varlığı öyrənmək mümkün deyil, onda insanı obyektiv reallıq kimi gərək inkar edək. Çünki elm obyektiv reallığı öyrənir. Bir də çox yaxşı yanaşmalardan biri də sizdə bu idi. İndi toparlamaq üçün deyirəm bu detalları bir-bir. Kəsmək istəmədim çünki çox maraqlı danışırdınız.
Fransız inqilabından sonra tarix elminin yüksəldiyini deyirsiniz. Məncə ümumiyyətlə 19-cu əsrdə bütün elmlər yüksəldi. Bunun ən böyük səbəbi yeni yaranan dövlətlərin öz xalqından yüksək surətdə istifadə etmə məcburiyyəti idi. Yəni öz xalqını tam olaraq insanlarını yetişdirməli idi ki, daha güclü bir dövlət olsun. Ona görə də insanların öyrənmək üçün sosiologiyadır, biologiyadır, tarixdir, bu tip elmlərə dəstək durmağa başladı. Bundan əlaqəli ola bilər sizcə? Xalqı mobilizasiya eləmək elə budur. Bilirsiniz, siz məni bugünkü mövzudan çox uzaqlaşdırırsınız. Buna aid siz başqa bir podkast çəksəniz, yəni dəvət eləsəniz, elmin tarixi. Elmin tarixi. Hə, bu tamamilə başqa bir Tamamilə başqa. Və mən sizdən fərqli düşünürəm bu barədə. Hə. Çünki elmin belə desək, rüşeymi qədim mədəniyyətlərdə də var idi. Sonradan antik mədəniyyətdə bu kifayət qədər yüksək inkişaf səviyyəsinə çatdı. Amma əsl elm, mənim bu şəxsi fikrimdir. Əsl elm German təfəkkürünün məhsuludur. German təfəkkürü. German təfəkkürünün məhsuludur. Xeyr, fəlsəfənin yox, mən təfəkkürün. Təfəkkürü. German təfəkkürünün məhsuludur. Yəni bu German təfəkkürü deyəndə mən tək Germanları yox, həm də fransızları, almanları, ingilisləri, bütün Qərbi Avropanı nəzərdə tuturam. Hə, bütün qərb. Bütün Qərbi Avropa. Qərbi Avropa. Aha. Ki bir zaman ki oranı German tayfaları işğal etmişdi. Visigot, Frank, Anglo-Sakson. Bəli. Bax bunlar, yəni orada mən Anglo-Saksları da, Frankları da hamısını həmin o German təfəkkürünün, daha doğrusu onların bazasında yaranmış xalqları, etnosları German təfəkkürünün nümayəndəsi hesab edirəm. Və bu 16-cı əsrdə institutlaşdı. 16-cı əsrin ikinci yarısından isə elm indiki xarakterini almağa başladı. Burada yenə deyirəm, bu artıq başqa söhbətin mövzusudur. Qalilei, Newtonun. Bəli. Elm, yəni iqtidarların iradəsi deyil. nəticəsində yaranmadı. Hmm. Elmin bu və ya digər şəkildə elmi təfəkkürə malik insanlar həmişə var idi. Elm ona görə inkişaf eləməyə başladı, institutlaşdı ki, elm cəmiyyət üçün faydalı olmağa başladı. Aha. İnsanlar üçün faydalı olmağa başladı. Elmin əsas göstəricisi onun faydalılığıdır. Yoxsa o incəsənət olar. Bəli. Yəni özdə təcrübi faydalılığından gedir söhbət. Yoxsa incəsənətə çevrilər. Qədim Yunanlarda elm inkişaf eləmişdi, amma qədim Yunan cəmiyyəti həmin elmdən demək olar ki, bəhrələnmirdi. Hə. Yəni elm istehsalata tətbiq olunmurdu. Çox möhtəşəm bir yanaşma idi. Aydınlandım sağda deyə işıq yandı da başımda. Bu çox yaxşı. Yəni ki, ilk dəfə olaraq siz coğrafi biliklərdən Kolumb istifadə eləməyə başladı. Hə. Dənizçi Henrix istifadə eləməyə başladı. Qeyd Coğrafi bilik. Bax, elm odur. Əgər elm faydalı olmasa, ona bu qədər əziyyət çəkməz insanlar. Bəli. Çox Bu mənada da. Tarix həmin o elmlərin metodologiyasını isə tarix 19-cu əsrin əvvəllərindən başlayaraq tarixçilər tarix elminə tətbiq eləməyə başladılar. Onların obyektivlik kriteriyalarını tətbiq eləməyə başladılar. Onların idrak aparatı, qinesioloji aparatını tətbiq eləməyə başladılar. Bu cəhətdən 19-cu əsrin əvvəllərindən yoxsa ki, fizika, kimya sahəsində 19-cu əsrə qədər təbiət elmləri kifayət qədər, yəni 16-cı əsrdən başlayaraq böyük yol keçmişlər 200 il ərzində. Hətta indiki sizin üçün maraqlıdır. Mən sizə bir deyim ki, 16-cı əsrin əvvəllərində bütün bəşəriyyət Aristotelin bildiyi qədər bilmirdi. Bütün Aristoteldən sonraki bütün bəşəriyyət Aristoteldən qədər bilmirdi. Amma artıq 17-ci əsrin əvvəllərində, yəni Qalileyin, Newtonun fəaliyyətindən sonra bəşəriyyət birdən-birə Aristoteldən çox uzağa getmişdi. Sırf elmi təfəkkürün inkişafı nəticəsində. O bir inqilabi bir mərhələdir. Yenə deyirəm, amma o bizim mövzunu çox bölür. Bəli, bölür, çox başqa istiqamət aparır. Demək, bir çoxu söyləyir ki, tarix elmi elm deyil, amma faktorda da faydası olmasaydı bu qədər inkişaf eləməzdi. Çox bəli. Tarix ümumiyyətlə Mark Bloch'un sözündən desək, deyir ki, indi Mark Bloch deyir ki, tarixdə digər elmlər kimi gec-tez insanlara öz faydasını nümayiş etdirməlidir. Bunsuz o elm kimi natamam olar. Bir də
çox yaxşı bir yerə toxundunuz, müharibə ilə əlaqələndirdiniz. Ümumiyyətlə belə bir iddia da var ki, tarix müharibələrin səbəbkarıdır. Bu nə qədər doğrudur? Var, elə bayaqları Paul Valéry də o cür fikirləşirdi. Bəli. Sonra Trio deyilən başqa bir tarixçi, sosioloq var, düz 20-ci əsrin 2-ci yarısına məxsusdur. O da elə fikirləşirdi. Hal-hazırdakı Avropa Birliyindəki humanitar fikirdə də Eynən. həmin leytmotiv var ki, tarix millətçiliyə gətirib çıxardır, tarix xalqları bir-birinə qarşı qoyur falan. Bu bir növ onlar atla arabanın yerini dəyişik salırlar. Tarix həmin müharibələrə səbəb olmur. Tarix həmin müharibələri öyrənir. Həmin müharibələri öyrənir və özünün obyektiv baxışını cəmiyyətə təqdim edir. Cəmiyyət isə bu mənada hakimdir. Yəni cəmiyyət qərar verir ki, biz nəyi qəbul edəcəyik, nəyi qəbul eləməyəcəyik. Amma orasını deyim ki, biz elə bir mövzuda bir xeyli qabağa qaçırıq. Yəni aydındır ki, tarix bu cəhətdən necə deyirlər, tarixin özü də əslində tarixin özü də öyrətmir. Tarix müəllim deyil. Müəllimdir. Tarix nəzarətçidir, hakimdir. Hakim. Tarixi öyrədənlər isə tarixçilərdir. Onlar xalqa tarixi necə gördüklərini təqdim edirlər. Və geniş kütlələr də bu və ya digər şəkildə həmin tarixçilərin, ola bilər ki, onlar akademik tarixçilərdir, ola bilər ki, siyasətçidirlər, ola bilər ki, ədəbiyyatçıdırlar, ola bilər ki, təsadüf adamlardır. Xalq kütlələri daha çox onların baxışlarını mənimsəyir. Və onların baxışlarının doğru olub-olmadığı barədə də tarixin özü hökm verir. Tarixin özü. Kim ki, tarixin verdiyi dərsdən düzgün nəticə çıxarmır, tarix onu ağır nəticələ cəzalandırır. Bununla əlaqədar bir söz var da, bunu Churchill-ə da aid edirlər, Platona da aid edirlər ki, keçmişini unudanlar gələcəyini itiriblər. Əgər biz tarixlə məşğul olmasaq, biz keçmişi necə xatırlaya bilərik? Demək, bunu biz hökmən xatırlamalıyıq. Amma o bir başqa şeydir ki, yenə deyirəm, bundan başqa gərək ki, George Santayana deyirdi ki, o xalqlar ki, öz tarixlərini unudur, tarix onları həmin keçmişi bir daha yaşamağa məcbur edir. Amma bir məsələ də var ki, yəni tarixi fetişləşdirmək, daha doğrusu keçmişi fetişləşdirmək, keçmişi müqəddəsləşdirmək, onu simvolizə eləmək də təhlükəlidir. Hətta mən deyim ki, o xalqlar ki, öz keçmişlərinə sitayiş edirlər, onların gələcəyi hökmən fəlakət olur. Ermənilər məsələn, farslar və yaxud da ki, serblər. Bir dəfə imperiyalar olub. Bəli, ermənilər də, tək ermənilər yox, misal üçün, amma ermənilər çox xarakterik bir nümunədirlər. Həm də biz onları az-çox yaxşı tanıyırıq artıq. Bəli, ermənilər. Ermənilər onlara təqdim olunan tarix narrativini ki, o narrativi, o tarix hekayələrini onlara ilk növbədə erməni kilsəsi təqdim eləmişdi. Erməni kilsəsi isə tarix qurumu deyil. Bəli, ideoloji qurum. Hərçəndir ki, özün erməni kilsəsi özün belə desək, tarixi həqiqətin ən son instansiyası hesab edir. Amma bu belə deyil. Həmin o erməni kilsəsinin təqdim etdiyi narrativ, bundan başqa Avropalıların ermənilərdən siyasi alət kimi istifadə etmək, siyasi geopolitik alət kimi istifadə etmək üçün onlara təqdim etdikləri belə desək, versiyalar ermənilərin çox ürəyinə yatdı və onların faciəsinə çevrildi. Bundan əlaqədar yeri gəlmişkən mən bu mövzularla maraqlanan Azərbaycanlılar üçün ki, bu artıq 30 ildən artıqdır ki, bu həmin əsər rus dilinə tərcümə olunubdur və o cür tərcümə olunub. Daşnaqstun Partiyasının yaradıcılarından biri və 1918-ci ildə yaranmış Ermənistan Demokratik Respublikasının baş nazirlərindən biri olmuş Avanes Kaçaznoninin Daşnaqstunun görməyə işi qalmayıb adlı. Rusca Daşnaqstun больше нечего делать. Bu Daşnaqstun Partiyasının qurultayına
yazdığı məktubudur. Orada o ermənilərin tarixi baxışlarının ermənilər üçün necə bir fəlakətə çevrildiyini çox gözəl analiz edib, çox gözəl təhlil edib. Amma mən bildiyim qədərincə erməni cəmiyyəti həmin əsərlə çox səthi tanışdı. Çünki ermənilər üçün həqiqəti deyir, həqiqət isə acı olur. Acını isə heç kəs xoşlamır. Heç kəs xoşlamır. Yəni başqa da nümunə götürmək olar. Nümunələr çox götürmək olar. Ona görə mən deyirlər ki, həmin o fransız zabiti deyibdi ki, fransız baş qərargahının zabiti ki, tarix bizi aldatdı mı? Yəni özləri ağır məğlubiyyətə düçar olanda. Əslində deyim ki, o 2-ci Dünya müharibəsinin başlanğıcında deyilibdi. Amma həmin əhval-ruhiyyə elə 1-ci Dünya müharibəsində də fransızlar içində var idi. Sonra Fransa-Prusiya müharibəsində Eyni nəticə oldu da. bəli, orada da əsgərlərdən biri belə bir ifadə işlədib. Marşalın adı yadımdan çıxıb, Makmagondur falan. Orada ki, yəni tarix bizə qarşı ədalətsizlik eləyir. Tarix bizə qarşı Bizə ədalətsizlik. Yəni anlayışa bax. Anlayış, bəli. Tarixin təkrarlanmasını çox göz önünə qoyublar. Bəli, bax görürsüz, o hadisələr 1870-ci illərdə olub, sonra ona oxşar 1914-cü ildə, yəni 1-ci Dünya müharibəsinin başlanğıcında o əhval-ruhiyyəyə fransız cəmiyyəti girir. Amma o zaman Antanta Fransanı xilas elədi. Və sonra 2-ci Dünya müharibəsində isə yenə düzdür, müttəfiqlər sonunda xilas elədilər. Amma ilk əvvəldə bəli də Fransa işğal olundu. Yeri gəlmişkən Mark Bloch özünün Tarixin apologiyası əsərini ki, o fransız müqavimətində iştirakçı idi. Bəli. Və beləsə gizli şəraitdə yazmışdı. Orada onun girişində yazır ki, mən ümid eləyirəm ki, biz 1-ci müharibədəki qələbə havasını yenə ciyərlərimizə çəkəcəyik sonda. Amma onun indikinin ətri o zamanki kimi olmayacaq. Bəli. Çünki o artıq başa düşürdü ki, Fransa məğlub olubdu. Yeri gəlmişkən Mark Bloch da o günü görmədi. Gestaponun əlinə düşdü, güllələdilər. Oy, yəni bunu bilmirəm. Böyük bir alimi məhv elədilər. Çox gözəl, bunu da anladım. Bir dənə bir kənar sual vermək istəyirəm. Həqiqətən tarix təkrarlanırmı? Çox tarix deyildir. Təbii ki, eynən təkrarlanmır. Aha. Amma tarixin dövrlüyü barədə tarixin eynən təkrarlanmır. Amma hadisələr bəli, hadisələrin əsas cəhətlərinin təkrarlanmaq xüsusiyyəti var. Əsas cəhətlər. Əsas cəhətlərinin ümumi. Çünki və tarix də ayrı-ayrı hadisələri öyrənərək onların arasındakı həmin o qanunauyğunluqları tapır. Ki necə olur ki, tutaq ki, sivilizasiyalar inkişaf eləyir, daha çox meydana çıxır, tərəqqi eləyir. Sonra müəyyən bir sabitlik dövründən sonra tənəzzülə üz qoyur. Bu barədə Toynbinin hesab edirəm ki, əsəri çox maraqlıdır, amma və onu oxumaq lazımdır hökmən. Amma hesab edirəm ki, biz mövzudan çox yayınırıq. Çünki bu tarixlə bağlı söylənilən çox əsaslı fikirlər demirdik ki, tarix təkrarlanır və digər şeylər. Ümumiyyətlə biz tarix nədir ondan bağlı danışırıq deyə düşündüm ki, bu da olar. Bir də müharibə ilə bağlı mən də bir əlavə eləmək istəyirəm. Düşünmürəm ki, təxminən 30-40 min il öncə Şərqi Afrikada tapılmış ilk savaşla bağlı arxeoloji tapıntılar dövründə hansısa bir adam tarix bilirdi. Yəni ilk savaşın olduğu dövrlərdə tarix ümumiyyətlə anlayışı yox idi. Yəni bu tarixi savaşların səbəbkarı deyil. Çox gözəl bir izah idi. Dedi ki, müəllim atla arabanı qarışdırırlar. Yeriləri səhv salırlar. Atla arabanın yerini səhv salırlar. Bu çox super. Ben bunu dedi, bütün hamısını anladım. Və deyim ki, indiki söhbət yenə deyirəm mən yayınmaq istəyirəm, amma siz bir daha gətirirsiniz həmin nöqtəyə. Tutaq ki, tarixi o cür nihilist münasibət Avropanı, hal-hazırki Avropa Birliyini Rusiya qarşısında çox çətin bir duruma salıb. Yəni onlar hesab edirdilər ki, artıq Avropada belə miqyaslı müharibə baş verə bilməz. Buna görə bunların məhz bu cür tarixi düşüncəyə malik olmaları nəticəsində Avropa öz hərbi büdcəsini xeyli məhdudlaşdırıbdı, özünün hərbi qüvvələrini
belə desək, məhdudlaşdırıbdır. Avropanın bu saatki hərbi qüvvələri bilirik ki, Avropada ordu həmişə cəmiyyətin aparıcı qüvvəsi olub. Ən azı cəmiyyətin aparıcı qüvvələrindən biri olubdur. Amma indi Avropanın real hərbi qüvvəsi bir butafor orduya oxşuyur. Yəni ki, real gücü çox azdır. Çox azdır. Əgər 2-ci Dünya müharibəsinə qədər Avropada hərbi güc, ordu, bütün bunlar belə desək fetişləşdirilirdisə, bütün bunlar cəmiyyətin aparıcı qüvvəsi sayılırdısa, 2-ci Dünya müharibəsindən sonra Avropa bu dəfə digər ifrat bir fikrə düşdü. Bəli. Ki, bu ordu artıq lazım deyil. Əgər tutaq ki, NATO var, bizi qoruyacaqdır filan. Realizmdən uzaqlaşdılar. Realizmdən uzaqlaşdılar. Tarix belə çox düz qeyd elədiniz. Tarix insanlara realizmə qaytarır. Bəli. Realizmi xatırladır. Bu mənada Santayana deyir ki, tarixi unudan xalqlar onu bir daha yaşamağa məcburdular. Eyni. Həmin Ölənə qədər. məsələ. Ölməsən. İndi bəzən də belə, əgər sağ qalsan, çünki adətən bir çox xalqlar tarixin həmin o keçmiş işlərindən çıxa bilmirlər. İkinci zərbədə yox olurlar. Zərbədə yox olurlar. Yəni əgər birinci dərsi verməyibsə, birinci dərsdən nəticə çıxartmayıbsa, ikinci dərs onun üçün çox ağır olur. Çox ağır olur. Çox ağır olur. Yenə deyirəm, həmin o tarixi düşüncənin Avropadakı siyasətə, Avropadakı cəmiyyətə təsirinin ən belə desək, gözəl nümunəsi, ən bariz nümunəsi Rusiya-Ukrayna konflikti. Hətta səhv eləmirəmsə Samuel Huntington var, bilirsiniz də. Həmin ki, onun bir sivilizasiyaların çarpışması, sivilizasiyalar arası savaş əsərində demişdi ki, Rusiya heç bir halda Ukraynaya hücum eləməz. Eyni irqdilər, eyni kültürdülər. Tam əksi oldu. Yəni hesab olmamışdı. Ümumiyyətlə indiki Samuel Huntingtonu xatırladınız. Ondan əvvəl Huntingtonun bir tələbəsi var idi 90-cı illərdə, Francis Fukuyama. Fukuyama. O daha məşhur idi. Onun bir əsəri var idi, Tarixin sonu. Eynən, Tarixin sonu. O hesab eləyirdi ki, artıq dünyada liberal dəyərlər qalib gəlib, artıq dünyada konfliktlər mümkün deyil. Artıq ancaq tarix təfərrüatlardan ibarət olacaq. Ancaq tərəqqi eləyəcək, inkişaf eləyəcək, insanlar arasında konflikt olmayacaq. Bəli. Deyilənə görə Francis Fukuyamanı Margaret Thatcherə təqdim eləyəndə ki, bəs deyirlər ki, bu Tarixin sonu əsərinin müəllifidir. Onda Thatcher qayıdıbdır ki, Tarixin sonu və səfsəfənin başlanğıcı. Səfsəfənin başlanğıcı, eləmi? Yəni ki, 90-cı illərdən sonraki gerçəklik Francis Fukuyamanın həmin müddəasının, həmin əsərinin ki, bir zaman çox populyar idi, həm Avropada, həm Qərbdə, həm bütün dünyada, onun puç elədi. Puç elədi, tam puç elədi. Özü etiraf elədi bu yaxınlarda. Ondan xəbərim yoxdur. Deyirlər, son yazılarının birində etiraf elədi ki, halbuki peşəkar tarixçidən ötürü, elə o zaman da aydın idi ki, Fukuyamanın həmin o populyar nəzəriyyəsi əslində səfsəfədən başqa bir şey deyil. Huntington biraz başqadır. Huntingtonun, belə desək, Huntingtonun dediklərində, onun nəzəriyyəsində həqiqət payı çoxdur. Amma yanlışları da var. Yanlışlarından biri də odur ki, yenə təfərrüata girməyək, o Rusiya siyasi rəhbərliyini rasional varlıq hesab edirdi. Rus siyasi rəhbərliyi isə həmişə irrasional oldu. Düzdür, özlərini çox rasional hesab ediblər. Tutaq ki, yenə deyirəm, biz mövzuda çox qabağa gedirik. Bu mövzuya hesab edirəm ki, burada son verək, amma həmin o Huntington bu mənada bir alim kimi yanlışa varıbdır. Yəni o rasionallığı çox yüksək qiymətləndirir. Və bu mənada hesab edibdir ki, artıq Slavyanlar arasında, faktiki olaraq qardaş xalqlar arasında, eyni köydən olan xalqlar arasında bir müharibə ola bilməz. Amma oldu. O oldu. Həmin o əslində Huntingtonun belə desək yanaşması görünür. Bu və ya digər şəkildə Ukraynanın siyasi elitasına da təsir eləmişdi ki, Ukraynalılar da bu müharibənin real olacağını gözləmirdilər. Və ona görə
2014-cü ildə qəfil yaxalandılar, elə 2022-ci ildə də müharibəyə lazımınca hazırlıqsız getdilər. Hazırlıqsız getdilər. Yenə deyirəm, həmin tarixdən dərs çıxartmamağın nəticələri. Nəticəsidir bu. Bəli. Ümumiyyətlə bu, indiki söhbət ondan düşdü. Bu tək Ukraynalıların problemi deyil, bu bütün Sovet, postsovet daha doğrusu, coğrafiyasındakı establishmentin Quruluşun. problemi deyil, nə mənada. Bunlar gözləmirlər ki, Rusiya yenidən təcavüz eləyər. Ən azı bu yaxınlara qədər gözləmirdilər. Gözləmirdilər. Bəli, gözləmirdilər. Rusiya Ukraynaya təcavüz eləyəndən sonra elə bil hamı ayılmağa başladı ki, bu mümkündür. Bu mümkündür. Halbuki ruslar bunu göstərmişlər Gürcülərə münasibətdə. Ha. Elə Azərbaycana da faktiki olaraq bilirsiniz, erməni təcavüzünün arxasında Rus hərbi aparatı dururdu 90-cı illərdə. Amma nəsə establishment ağırlamaq istəmirlər, belə deyək. Tarixi öyrənmək istəmirlər. Samuel Huntington ümumiyyətlə o fikri qardaş millətlər bir-birini vurmaz. Bu son dövrlərdə ortaya atılan yeni yanaşmalar var, narrativlər var. Onlardan biri də budur ki, dəyər anlayışı. Avropa dəyərləri o qədər güclü təsir edicidir ki, qarşısında durmaq olmur. Ümumiyyətlə düşünürəm ki, Ukraynalılar Ruslar arasındakı ən böyük uçurumu yaranması səbəbi də Avropa dəyərlərinin Rus dəyərlərini qat-qat üstələməsi idi. Məsələn, bu da tarixi bir yanaşmada görürük ki, Romanın, məsələn, Roma imperiyasının təsiri təbii ki, o dövrdəki heç bir dövlətin təsirinə tay bərabər deyildi. Buna görə də dövlətlər Romanı seçirdi çoxlab, yerli lokal tayfalar. Bu da əslində onu oxuyan bundan əlaqə qura bilərdi. Düşünürəm ki, etniklik çox böyük rol oynamır bu mövzuda. O oynayır, amma o dərəcədə yox. Bəli, o dərəcədə ümumiyyətlə etnik faktor hal-hazırda həddindən artıq şişirdilir. Bəli, bəli. Və tarixi ancaq etnik faktorlar üzərindən Bu da çox qəşəng yanaşmadır tarixə var. İzah etməyə cəhd göstərirlər. Etnik faktor əlbəttə nəzərə alınmalıdır. Xüsusən də etnosun özünü dərki nəzərə alınmalıdır. Etnosun özünü dərki, eynən. Çünki həmin etnos bu və ya digər şəkildə 2000 il əvvəl də yəqin ki mövcud olub. Bu və ya digər şəkildə. Bəli. Amma həmin şuura malik olmuyordu. Bilirsiniz, şuur kütləyə yiyələnəndə maddələşir. Bəli. Materiallaşır. Şuur kütləyə gələndə? Bəli, kütlələrə yiyələnəndə maddələşir. Şuur kütlələrə yiyələnəndə maddələşir. Amma indiki mən sizdən gözləyirdim ki, siz sual verəsiniz ki, daha çox biz tarixi niyə öyrənirik? Tarix nədir? Tarixi öyrənmək nə üçün lazımdır? Mən elə bildim, gözləyirdim ki, biz bu cür giriş eləyək. Siz isə əvvəlcədən belə deyək, işin özəyindən tutdunuz. Bəli. Tələskənəm də. Yeni nəslin problemi. Biraz görünür ki, o var. Ki, amma təbii ki, bu daha yaxşı olardı ki, biz başlayaydıq. Onu indi verəcəkdim tam olaraq müasir dövrümüzdə tarixi niyə öyrənirik və nəyə görə gərəkdir bizə. Mən bunu indi verəcəkdim. Sadəcə istədim ki, bu əslində sərdən giriş eləmək istəyirdiniz. Sərdən hamısı giriş idi əslində. Sizin not çəkdiyiniz alimlər, baxın, həqiqətən bunu izləyəcək gənclər böyük ehtimal. Tarix elminə başlayırsa deyilən bütün adamları araşdırın və əsərlərini oxuyun. Bu çox önəmlidir. Təşəkkür edirəm buna görə sizə. Yəni əslində bir çox öyrənilməli tarixçi, sosioloq, filosof var ki, onlarsız tarix elmini öyrənmək çox çətin işdir. Bəli. Onlar bu işin ustalarıdır, baniləridir. O ki qaldı tarixi niyə öyrənirik? Yəni əslində yenə də bayaqları Herodotun adını çəkməklə tək Herodot deyil, aydındır. Amma hamısını adını çəkib yormaq istəmirəm. Ki, cəmiyyət özünün qədim dövrlərindən başlayaraq bəşəriyyət tarixi öyrənməyə cəhd göstərir. Niyə öyrənmək istəyir? Çünki tarix maraqlıdır. Birinci. İlk səbəb budur. Tarix maraqlıdır. Tarix maraqlıdır və əgər siz diqqət yetirmisinizsə, balaca uşaqlara onların körpəliyindən danışanda onlar hökmən maraq göstərirlər. Yəni bunu əgər analogiya eləsək deməkdir ki, insanlıq hələ də uşaqlıq dövründədir. Bəli, əlbəttə. Yəni bu qədər inkişafa, elmə, texniki tərəqqiyə rəğmən. Bəli, bu cür həqiqətən möhtəşəm elmi texniki tərəqqiyə rəğmən, həqiqətən insanın kosmosa uçuşuna rəğmən, artıq həyatı digər planetlərə köçürtmək cəhdinə rəğmən
bəşəriyyət hələ də uşaqlıq dövrünü yaşayır. Əgər biz bunu bioloji baxımdan götürsək, bilirsiniz ki, bəli də Homo sapiens ən gənc bir növdür. Buna rəğmən dəyişmir. Mağaradakı ilə indiki yəni bioloji olaraq eynidir. O ki qaldı tarixi ictimai baxımdan yanaşsaq, bəli, insanlıq elmi texniki baxımdan böyük nailiyyətlər əldə edibdir. Amma insanların nə qədəri bu elmi texniki tərəqqidə pay veriblər? Nə qədərinin əməyi var? Əgər biz bu elmi texniki tərəqqidə əməyi olan şəxsləri, alimləri adını çəksək, bəlkə də 20 min, 30 min adam ad yığıla ya yığılmaya. Əgər bəşəriyyətin milyardlarla indiyə qədər bəşəriyyətin nümayəndəsi ayrı-ayrı fərdlərin malik olduğunu nəzərə alsaq ki, ayrı-ayrı fərdlərdən ibarət olur. O milyardların nə qədər rol olubdur bu elmi texniki tərəqqidə? Düzdür. O milyardlar bu günləri artıq oxumaq vərdişi kimi elmi texniki tərəqqinin bazasında duran bir vərdişi itirirlər. Nə qədər adam kitab oxuyur? Azərbaycanın Siz hesab edirsiniz ki, kitab oxumadan o cür tərəqqi eləmək mümkün. Qətiyyən. O elmi texniki tərəqqi, yenə deyirəm, insanlığın kiçik bir qrupunun töhfəsidir. İnsanlıq isə həmin elmi texniki tərəqqinin nəticələrindən çox vaxt o elmi texniki tərəqqinin mahiyyətinə varmadan istifadə edir. Bəli. Və bir günləri hansısa bir qüvvə həmin elmi texniki tərəqqini aradan götürsə, onun nəticələrini, texniki vasitələrini aradan götürsə, insanlıq daş dövründə heç ona da qayıda bilməz. Məhv olar. Məhv olar. Yəni ki, bu mənada necə ki, uşağı valideynləri nəzarətsiz qoysa, uşaq məhv ola bilər. Bəli, həmin o elmi texniki tərəqqinin yaradıcıları da bəşəriyyətə həmin tərəqqinin nailiyyətlərindən məhrum qoysalar, o məhv olar. Bəli. O hələ də uşaqdır. Bu anlamda mən dedim ki, uşaq həmişə öz keçmişi ilə maraqlanır. Digər tərəfdən, əgər fikir vermişsinizsə, insanlar nisbətən yaşlananda, gənclik dövrü keçəndə, insan artıq bu özünün, öz ölkəsinin, öz yaşadığı cəmiyyətin tarixi ilə, bəzən öz kəndinin, rayonunun, öz tayfasının tarixi ilə maraqlanmağa başlayır. Uşaq vaxtı ancaq özünün keçmişi ilə maraqlanır. Yaşlananda artıq cəmiyyətinin tarixi ilə yaşayır. Bu müəyyən bir yetkinlik dövrüdür. Bu artıq yetkinlik dövrüdür. Niyə bu belə olur? Çünki insan özünün bu dünyada yerini müəyyən eləmək istəyir. Hardan gəlir, hara gedir, onu müəyyən eləmək istəyir. Bundan əlaqədar Kulichevski deyirdi ki, insanlar öz əcdadlarının tarixini bilməyəndə özlərini və öz cəmiyyətləri təsadüfi elementə çevrilir. Bəli, təsadüfi elementə çevrilir. Onlar elə bil bu dünyada təsadüfdürlər və bundan artıq heç nə. Buna görə də insanlar öz yerlərini müəyyən eləmək istəyirlər, öz həyatlarına məna qatmaq istəyirlər və tarix elmi də bu işdə onlara əlbəttə yaxşı mənada köməkçi olmalıdır. Bəli. Biz səbəb-nəticə əlaqəsinin qurulmasında çox böyük rol oynayır beynimizdə ən azından. Və üçüncü də, bəlkə də daha doğrusu ikinci, çünki marağı dedik. Marağı. Anlamaq. Bu artıq həmin o yetkinlik dövrünün məhsuludur. Anlamaq. İnsan elə bir varlıqdır ki, o anlaşılmazlığı, qeyri-müəyyənliyi xoşlamır. Qorxur ondan. O anlamaq istəyir. Anlamaq istəyir, bəli. Yəni bayaq odur ki, yəni öz yerini müəyyən, öz yerini bilmək istəyir. Anlamaq. Bax, bu tarixi öyrənməyimizin əsasında duran iki, belə desək, stimul, bu maraq və anlamaq cəhdi, anlamaq istəyi. Üçüncüsü isə faydalılığı. Özdə bu faydalılıq ayrı-ayrı fərdlər üçün də doğrudur. Cəmiyyətlər üçün də doğrudur. Ayrı-ayrı fərdlər üçün belə doğrudur ki, onlar tarixdən özlərinə nümunələr götürürlər. Özlərinin insan kimi harda yanlışa, harda səhvə yol verdiklərini aydınlaşdırmağa çalışırlar.
Həm də tarix ancaq siyasi tarixdən ya iqtisadi tarixdən ibarət deyil ki, məsəl üçün Plutarxın müqayisəli tərcüməyə halları daha çox etik tarixə, onun qəhrəmanlarının etikasına iqtibas edir, ona müraciət edir. Ki bu qəhrəmanlar necə düşünüblər, bunlar necə adamlar olublar, bunların psixologiyası nədir, bunların etikası necədir. Bu baxımdan bir gəncin tərbiyəsində bu cür belə desək, tarixi əsərlər çox mühüm rol oynaya bilər. Yəni bu əhəmiyyəti də var. Cəmiyyətlər üçün isə bayaqları artıq sadaladıq. Cəmiyyətlər öz gələcəklərini müəyyən etmək üçün tarixi öyrənməlidirlər. Və buradan da başqa bir biz mövzuya yaxınlaşırıq. Tarixçi əgər səhv deyirsə, yanlış öyrənirsə və bu yanlış öyrəndiyini, yanlış bildiyini, yanlış çıxartdığı nəticəni də cəmiyyətə yönəldirsə, cəmiyyətə translyasiya edirsə, bu cəmiyyət üçün çox təhlükəli olur. Bəli, bəli. Bu mənada fransız tarixçisi Charles Senegus deyirdi ki, tarixçi üçün sual vermək faydalıdır. Amma çox zaman o suallara aldığı cavablar təhlükəli olur. Yaxşı ifadə deyil. Yəni bu suallar mümkün qədər reallığı əks etdirməlidir. Bəli. Və eyni zamanda siz onu düzgün təfsir eləməyi bacarmalısınız. Düzdür, çox önəmlidir. Bayaqları erməni misalını dedim. Eynən, bax, eynən. Eynən. Bir xalqın fəlakətinə çevrilir. Və yaxud da ki, Rusiyadakı belə desək, imperiya anlayışı. Bu Rusiyadakı 19-cu əsrdəki dövlətçi tarix məktəbi olubdur. Bu dövlətçi tarix məktəbinin belə desək, düşüncəsinin eybəcərləşdirilmiş formasıdır. Yəni o məktəbin kifayət qədər görkəmli tarixçi nümayəndələri olubdur, görkəmli tarixçilər olubdur. Amma hal-hazırki Rus siyasi elitası həmin məktəbin irsini eybəcərləşdirir. Tutaq ki, Dugin kimi bilirsiniz də belə bir Rusiyanın ideoloqu var və deyirlərə görə Kremlə çox təsir göstərir. Bu adamın fikirləri bu kəmsavad adamın fikirləridir, belə deyək. Kəmsavad adam. Bu adam hiss olunur ki, sistemli tarix təhsili almıyor. Amma Rus elitası bunu eşidir. Bəlkə ehtiyacı var ona? Ehtiyacı var deyəndə ki, aydındır ki, Rus elitası da gələcəyi şəkilləndirmək istəyir. Bəli. Bu təbiidir. İnsan öz gələcəyini idarə etmək istəyir və siyasi rəhbərlik isə eyni zamanda rəhbərlik etdiyi cəmiyyətin, dövlətin gələcəyini şəkilləndirmək istəyir. Amma onlar özləri peşəkar tarixçi deyillər. Aynen. Yadınızdadırsa Putin şagirdlərlə, orta məktəb şagirdləri ilə görüşəndə Şimal müharibəsindən 7 illik müharibəni ki, bunların hər ikisi Rusiya tarixində çox mühüm yer tutur, amma qarışdırdı. Yəni bir adam, bu bilirsiniz nəyə oxşuyur? Bu ona oxşuyur ki, hansısa bir Azərbaycanlı çaldıran döyüşü ilə Qacar-Rus müharibəsini qarışdırır. Bəli, Qacar-Rus müharibəsini qarışdırır. Eynidir. Və tarixi bu cür primitiv anlayan adam hesab eləyir ki, bu yəni aydındır ki, özü müstəqil şəkildə özü anlayır ki, bu tarix özü tarixçi deyil. Bu başqa fikir sahiblərindən öyrənmək istəyir və bu adamlar da bunu həmin o öz gəldikləri mülahizələri çatdırırlar. Burada başqa bir şey var ki, həm də Putinin özünün xoşuna gəlir bu. Bu da təsir göstərir. Bəli. Ona real tarixi izah edənləri bəlkə də o xoşlamaz. Rusiyada kifayət qədər Neçə bəyənilmir? Əslində tarixin real izahı çox yerdə bəyənilmir. Çox yerdə bəyənilmir. Çünki çətindir. Həm Çətindir. İnsanların nə qədər riyaziyyat öyrənir? Çətindir. Çətindir. Neçə isə fizikanı öyrənir. İnsanların çoxu niyə görə tarixlə maraqlanır? Bu da var. Çünki onlara asan gəlir. Bəli. Onlar tarixi nağılvari anlayırlar və tarixi ciddi elm kimi qəbul edirlər. Amma bir məsələ var ki, həmin o tarix əslində cəmiyyətə, həmin o tarixin nağılı, tarixin rəvayəti, tarixin narrativi təsir göstərir. Bəli. İnsanlar həmin zaman Adam Olar və yaxud da ki, Knyaz Kropotkin fransız inqilabı tarixi əsərində filan nəticəyə gəlmişdi. Bu cür hərəkət eləmirlər. Bəli. Onlar həmin o eşitdikləri, qəbul etdikləri narrativləri və uyğun hərəkət edirlər. Buna aid öz tariximizdə çox faciəvi bir nümunə gətirim. 1990-cı ilin 20 yanvar hadisələri. Sovet ordusu
barəsində Azərbaycan ədəbiyyatının, Azərbaycan Sovet ədəbiyyatının və ümumiyyətlə Sovet mədəniyyətinin, Sovet propagandasının yaratdığı bir anlayış var idi ki, bu ordu humanist bir ordudur, bu ordu xalqlara azadlıq aparır, bu ordu həmişə haqq ədalət uğrunda mübarizə aparıbdır və heç vaxt Sovet vətəndaşına və yaxud da ki, nəinki Sovet vətəndaşına, ümumiyyətlə məzlum insana atəş açmaz. Mən deyim ki, bu hətta bizim o zamanki müxalifət də bunu bu cür anlayırdı. Sözdə bunu inkar eləsə də bunu anlayırdı ki, yox, Sovetlər bizə atəş açmazlar, bu ordu bizim ordudur. Əgər bu barədə Sovet ordusunun barəsində doğru dürüst məlumata malik olsaydılar, bilsəydilər ki, bu ordu necə formalaşır, bu ordunun hansı tarixi yolu keçib, bu ordu necə işləyir, o zaman yəqin ki, daha realist yanaşardı. Təbii ki. Və bilərdilər ki, bu ordu güllələyər də, tankın altında insanları əzər də, bu ordu üçün. Burada hələ bir başqa bir şey də var ki, ordunun özünü bir orqanizm kimi başa düşməmək, o da var. Bəli. Amma təməli nə var? Amma Sovet ordusu xüsusi bir yerdir. Ola bilsin ki, Amerikan ordusuna, Amerika əhalisinə atəş açmaq əmri versə, ordu ona əməl eləməz. İndi konstitusiyaya əsaslanar, öz tarixi təfəkkürlərinə əsaslanar, siyasi dəyərlərinə əsaslanar. Amma Sovet ordusunun belə deyək, onu saxlayan, belə qoruyucu mexanizmləri, daha doğrusu əyləyici tormozları yox idi. Bəli, bəli. Və bizim siyasətçilər tərəfindən də bunun doğru anlanılmaması gətirdi, ona gətirib çıxartdı ki, demirəm ki, günah bizdə oldu, aydındır, günah Sovet siyasi rəhbərliyində idi, o qərarı verənlər də idi. Amma gətirib ona çıxartdı ki, Bakıya girdilər, əhalini qırdılar və Azərbaycan xalqının tarixi təfəkküründə böyük bir xəsarət yetirdilər. Vurdular zərbə. Yəni, görürsünüzmü ki, onu biz o ordunu tarixi baxımdan, sosioloji baxımdan düzgün tanısaydıq, o cür faciəvi təliyə düşməzdik. Bizim üçün ağır təliyə düşməzdik. Çox doğru. Yəni, buna görə də həmin o narrativlər təsir göstərir. İnsanlar var ki, indi də 2-ci Dünya müharibəsinə qiymət verəndə Sovet ordusunu bir, belə deyək, yenə mütərəqqi bir ordu kimi, Avropaya tərəqqi aparan bir ordu kimi, xalqların azadlığını qoruyan bir ordu kimi yanaşırlar. Bu baxımdan tarixçilərin üzərinə çox böyük məsuliyyət düşür. Səhərdən bu qədər örnəklər verdik, danışdıq. Rusiya-Ukrayna müharibəsi, bu hər şey danışdıq. Amma ən əsas və ən çətin sual yenə sona qaldı. Tarix nədir? Ümumiyyətlə bir şeyin nəliyi ən çətin sualıdır. Ona görə bunu axıra saxladım. Ümumiyyətlə tarix nədir? Bu qədər örnəkdən sonra. Əgər ümumfəlsəfi yanaşsaq, antologiyaya aid suallar həmişə çətin suallardır. Tarix nədirsə, tarixin varlığına aid sualdır. Sadə cavab versək, tarix keçmiş barədə elmdir. Amma hesab edirəm ki, bu o dərəcədə, o qədər də obyektiv tərif deyil. Həmin Trio deyirdi ki, tarix, yəni keçmişi öyrənmək olmaz, keçmiş artıq yoxdur. Keçmişə dair mövqelər var. Əla bir yanaşma var da. Keçmişə dair mövqelər var. Mən onunla Trio ilə razı deyiləm. Trio ilə razı deyiləm əlbəttə. Tarix obyektiv elmdir. Tarix insanlar və insanlara aid hadisələr haqqında onları zamanın axışında öyrənən bir elmdir. Yəni insanları və insanlara aid hadisələri zamanın axışında öyrənən elmdir. Tarixdə zaman anlayışı çox mühüm faktordur, çox mühüm amildir. Adətən tarixçilər, yəni mənim müşahidə etdiyim tarixçilər və yaxud da ki, tarix ətrafı dairələr, o cümlədən siyasətçilər və yaxud da ki, indi müasir anlayışla desək, qənaət öndərləri. Qənaət öndərləri. Bəli, bu qənaət öndərləri tarixdə zaman anlayışını unudurlar. Halbuki tarixdə, əslində bu sözün özündə, tarix sözünün özündə zaman anlayışı var. Azərbaycan dilində tarix sözü bir neçə mənada işlənilir. Bu həm keçmiş mənasında işlənilir, həm keçmişi öyrənən elm mənasında işlənilir, həm misal üçün
siz nə vaxt uçasınız Polşaya? 20-si tarixində. Hansı tarixdə uçasınız? 20-si tarixində. Hansı tarix? Demək gələcəyə də aid etmək olur bu. Olur bu. Və yaxud da ki, Zamanla. sizin təyyarə biletinizdə tarix əks olunur. Bəli. Artıq siz burada onun konkret vaxtı bildirdiyini anlamda işlədirsiniz. Yəni elm kimi dedim, tarix insanlara aid hadisələri zamanın axışında öyrənən elmdir. Bəli. Mən belə başa düşürəm. Düzdür, başqa da demək olar, ayrı-ayrı cəmiyyətlərin keçmişini öyrənən elmdir falan. Amma zamanın axışında. Zaman digər elmlərdə də var. Amma tarix ona başqa cür yanaşır. Tutaq ki, kimyada zaman bir təcrübənin başlandığı, bir reaksiyanın başlanıb qurtardığı vaxtı bildirir. Onu ehtiva edir. Deyək ki, fizikada hansısa bir hadisənin başlandığı, inkişaf elədiyi və tamamlandığı belə desək, vaxtı bildirir. Tarixdə isə zaman arası kəsilməyən bir kontinuumdur. Bir məkan, mühitdir. Elə bir mühitdir ki, insanlar, hadisələr, faktlar həmin mühitin içində üzür. O mühitdən ayrı onları təsəvvür eləmək olmaz. Bəli. O mühitdən ayıranda tarixi hadisələri, insanları absurd yaranır, nağıl yaranır. Misal üçün, əgər biz desək ki, timsah suda üzür, bu çox təbii bir cümlə olar. Çünki su timsahın doğma mühitidir. Amma biz desək ki, timsah səmada uçur, Bəli. mənasız bir şey yaranır. Niyə biz onu mühitindən çıxartdıq? Bəli. Və yaxud da ki, səmadadır. Onu mühitindən çıxartdıq, mühitindən fərqli qiymət. Buna görə hadisələrə bu cür yanaşma olmaz, insanlara bu cür yanaşma olmaz, tarixi şəxsiyyətlərə bu cür yanaşma olmaz. Buna ən bariz nümunə ki, Azərbaycan hal-hazırda Azərbaycan ictimai fikrində mövcuddur. Şah İsmailə aid fikirlər. Aha. İndi daha da maraqlı oldu. Bilirsiniz, Şah İsmailə aid həm bizim inançlı belə deyək, dini camiədə fərqli fikirlər var. Ona görə ki, bu həm də bir dini cərəyanı təmsil edir. Həm mən görürəm ki, siyasi dairələrdə bir fikir ayrılığı var. Amma hamı Şah İsmaili öz dövründən qoparıb ona dövrün fövqündə, zamanın fövqündə olan bir şəxs kimi qiymətləndirir. Burada isə bayaqları dediyim bir mənzərə yaranır. Həmin o timsah göydə üzür kimi bir cümlə yaranır. Eyni. Misal üçün, eşidirik ki, yaxınlarda bir nəfər səsləndirmişdi ki, Şah İsmail teokratik dövlətin yaradıcısı idi. Şah İsmail sosial-demokrat və ya liberal dövlətin yaradıcısı olmalıydı. Axı, dini təfəkkür o zamanki düşüncə tərzinin özüdür, mahiyyətidir. Başqa düşüncə tərzi yox idi. Əşyanın təbiətidir. Bəli. O zamanki ideologiyalar, o zaman hər hansı bir siyasi ideologiya hökmən dini xarakter almalı, dini form almalıydı. Xarakter yox. Forma. O qədər. Dini form almalıydı. Bəli, birləşdirmək üçün. Bu adam bu sosialist olası deyildi, liberal olası deyildi. O zaman hakimiyyət necə təşəkkül tapırdı orta əsrlərdə? Ya tayfa başçısı öz tayfasına, öz etnosuna, etnik elementə əsaslanıb səltənət qururdu, əgər onun kiçik dövlətlərdə. Bəli, əsaslandığı etnik güc kifayət qədər qüdrətli idisə, qururdu. Niyə Səlcuqlar imperiya qurdular? Bəli. Onlar da müəyyən bir etnik qrupa əsaslandılar. Amma yenə dini dəstək aldılar. Amma sonra Bağdaddan dini legitimlik aldılar. Yeri gəlmişkən, bu yaxınlarda bir verilişdə də mən onu rast gəldim. Şəxs deyir ki, bu nə tarixi şəxsiyyətdir, legitimliyi gedib Bağdaddan alır. Legitimliyin başqa mənbəyi yox idi. Yox idi o dövrdə. İslam dünyasında orada. Çünki tutaq ki, Avropada bu legitimliyin mənbəyi Roma papası idi. Bəli. Hər bir kralın hakimiyyətini Roma papası təsdiq eləməli idi. Bəli. Çünki dini düşüncə insanların dünya görüşünün əsası idi. Bəli. Bu mənada legitimliyin başqa bir forması yox idi. Bəli, Çingizxan Bağdaddan legitimliyi almadı. Çünki Çingizxan o qədər qüdrətli idi ki. Bəli. Çingiz sivilizasiyası tamamilə fərqli bir sivilizasiya idi və o öz sivilizasiyasından almışdı o legitimliyi. Bəli. Qurultayda almışdı o legitimliyi. Köçəri institutlarından. Bəli, qurultay, amma o da legitimliyin mənbəyi, o da legitimliyi almışdı. Bəli. Bəli. Səlcuqlar isə müsəlman idilər. Müsəlman cəmiyyətində legitimliyi hökmən
ruhanilərdən almaq lazım idi. Ruhanilərin də o zamanki başçısı Bağdad xəlifəsi idi. Bəli. Ərəblər buna görə başqa forma yox idi. Əslində baxsanız Monqol tarixini yaxşı öyrənsək, onda görərik ki, Çingiz xanın da həmin o qurultayda xan seçilməsində şamanlar da iştirak edirdi. Bəli. Yenə Yəni o da bəli artıq öz dinindən, Tənqid. öz dini xadimlərindən legitimliyi alıbdı. Onun başqa şəkli yox idi. Tutaq ki, hal-hazırda başqadır. Hal-hazırdakı iqtidarlar seçkilərdə alırlar, xalqdan alırlar, hüquqdan alırlar. O zaman bu fərqli idi. Və sonra bu legitimliyi beynəlxalq institutlarda, tutaq Birləşmiş Millətlər Təşkilatında qəbul etməklə beynəlxalq cəmiyyət tanıyır. O zaman isə fərqli idi. Yəni Şah İsmailə deyirlər, demək ki, o niyə teokratik hakimiyyət qurubdur və yaxud da ki, o niyə dövlət qurubdur? Və ya burada başqa bir sual da o. Şah İsmailin rəqibləri hansı dövləti qurmuşlar? O Osmanlı dövləti də əsas rəqibi. Məgər teokratik dövlət deyildi. Sultan Səlim özünü xəlifə elan elədi. Bəli, yəni. Əgər Şah İsmailə bu münasibəti göstərirsinizsə, onda Sultan Səlimə də bu münasibəti göstərir. Yəni hər ikisinə bu münasibəti göstərmək mənasızdır. Düzdür. Onlar hər ikisi öz dövrlərinin xadimidirlər. Tarixi şəxsiyyət nə qədər böyük şəxsiyyət olur olsun, nə qədər hal-hazırda kutsallaşdırılsın, müqəddəsləşdirilsin, fərqi yoxdur. Tarixi şəxsiyyət insandır. İnsan isə öz zamanından kənarda görülə bilməz, öyrənilə bilməz. Düzdür. Başqa cür. Yəni, dedi ki, ya etnik amilə əsaslanmalı idi. Əgər bu etnik amilə də deyəndə ümumən türkülüyə yox idi. Tutaq ki, hansısa bir tayfaya, Səlcuq tayfasına, Oğuz tayfasına, hansısa bir nə bilim, Qayi tayfasına. Bəli, mənsub olduğu boya. Mənsub olduğu tayfaya boya buna əsaslanardı və onlar kifayət qədər qüdrətlidirlərsə, müəyyən bir mərhələdən sonra artıq o başqa tayfaları özünə tabe elətdirir, onun öz tayfasından asılılığı azalır. Bəli. Tutaq ki, Osmanlıda bunu aydın görmək olur. Amma müəyyən mərhələyə qədər, yenə deyirəm, bu öz tayfasına əsaslanmalı idi. Və yaxud dövlət aparatında tutduğu mövqeyə belə şəxslər də olubdur. Tutaq ki, Azərbaycan atabəyləri. Bəli. Onlar, tutaq ki, Səlcuqlar onlara böyük bir vəzifə vermişdilər. Onlar da öz bacarıqlarına, Şəmsəddin Eldənizi nəzərdə tuturam, öz bacarığına, qabiliyyətinə. Tək Şəmsəddin Eldəniz deyil, Misir məmlükləri, tutaq ki, ümumiyyətlə bu qulamlar, məmlüklər, bunlar Qəznəvilər dövlətində. Yəni, ya bu cür, belə desək, vəzifəyə təyin olunurdu, o da öz ətrafına, öz etnik elementini yığırdı. Və yaxud da ki, bu legitimliyi özünün dindən almalıydı. Buna görə də Şah İsmail haqqında bu cür yanaşmaq qeyri-tarixi yanaşmadır. Bəli. Qeyri-tarixi yanaşmadır. Haqsızlıqdır. Bəli, haqsızlıqdır. İş orasında deyil, onsuz da biz haqlı olduq, haqsız olduq. Şah İsmaildən indən sonra heç nə əskiləsi deyil, nə artası deyil, artıq. Amma bunlar nəzərə almaq lazımdır ki, Şah İsmail Azərbaycan xalqının təşəkkülündə əhəmiyyətli fiqurlardan biridir. Və ona yanlış qiymət verilməsi Azərbaycanlıların tarixi düşüncəsində nöqsan yaradır. Yara vurur. Həm də nəzərdə almaq lazımdır ki, bu bizim tək siyasi təşəkkülümüzün əsas şəxsiyyətlərindən biri deyil. Bu həm də bizim ədəbi təşəkkülümüzün şəxsiyyətlərindən biridir. Bu adamın Azərbaycan dilinin formalaşmasında mühüm rolu var. İndi Şah İsmailin barəsində müxtəlif komple teoriyaları var, türklər demiş. Qəsd nəzəriyyələri. Yaxşı da görək, bax, kimsə geçsin, hardansa pul alsın, filan etsin. Görək Şah İsmailin bir qəzəlinə bərabər bir qəzəl, bir şeir, bir ədəbi nümunə yarada bilir. Buna böyük istedad lazımdır, bu təsadüf deyil. Bu insanın özünün istedadıdır. Tam razıyım. Tam razıyım. Və yaxud da ki, burada deyirlər ki, türklər arasına təfriqə saldı. Türklər, yəni aralarında barış var. Nə vaxt barışmışlar? Heç vaxt. Bir-birini çox qırıblar. Yəni, bu cür yanaşılsa, onda Şah İsmail, tutaq ki, Osmanlılar Anadoludakı bəylikləri ləğv elədilər, vahid dövlət yaratdılar. Amma bu əksinə də ola bilərdi. Deyək ki, Qaramanlı tayfası da Osmanlını məğlub eləyərdi. İndi də o dövlətin adı Osmanlı yox, Qaramanlı olardı. Göytürklər Türkiyə işləri bol savaşına yox eləyir. Bu cür yanaşmaq düzgün deyil axı. Eynən. Həmin o milli təfəkkür ki var və yaxud etnik təfəkkür ki, bu son dövrün məhsuludur. Son dövrün məhsuludur. 100 ildən sonra necə olacaq? Mən onu necə bilə bilərəm? Yeri gəlmişkən bir dəfə bir Azərbaycanlı kulturoloq alim, adını çəkmək istəmirəm,
Şah İsmail haqqında yazır ki, bəxti gətirməyib də şəxsiyyətin. Adamın bəxti gətirmir. Şah İsmail. Yazıbdır ki, Şah İsmail düzdür, ədəbiyyata, şeiriyyətə xüsusi önəm verirdi, aşıq sənətinə. Amma fizika, kimya kimi elmləri qiymətləndirmir. Şah İsmail heç fizikanın, kimyanın nə olduğunu bəlkə də ümumiyyətlə bilmir. O dövrdə kim bilir ki? Yəni bu Bu, tərəflərdə. əgər elə bunu istəməklə olsa, mən görüm bu saat hansı bir fiziki qanun, kimyəvi qanun icad edə bilərəm. Və yaxud mən nə bilə bilərəm ki, 100 ildən sonra hansı elm meydana çıxacaq? İndən üstünə. Mən onu indidən yaradam. Bu nə düşüncədir? O dərəcədə. Bu nə düşüncədir? Bu nə qədər primitiv düşüncədir. İkincisi ki, Şah İsmail xüsusi olaraq şeiriyyətə, ədəbiyyata önəm vermirdi. Şah İsmail bu işin içində doğulmuşdu. Özü də şair idi. Bəli. Onun bildiyi, yəni bilirsiniz ki, müsəlman şərqində ədəbiyyat xüsusi bir yer tutubdu. Ümumiyyətlə, savadlı adam deyəndə daha çox şeiriyyəti bilən adam nəzərdə tutulurdu, ədəbiyyatı bilən adam nəzərdə tutulurdu. Şah İsmail də bu cəhətdən digər müsəlman hökmdarlarından fərqlənmirdi. Sadəcə bu baxımdan fərqlənirdi ki, Şah İsmail həm də istedadlı şair idi. Bəli. O birilərdən daha çox tutaq ki, Cahan Şah həqiqi də şair idi. Amma etiraf etmək lazımdır ki, Şah İsmail çox istedadlı adam idi. Şair idi, çox istedadlı adam olmağı bu mübahisəsizdir. Və yaxud da ki, başqa bir mülahizə irəli sürülür. Şah İsmail xristianlarla əməkdaşlıq edirdi. Bu, görürsünüz ki, qoyunlu Uzun Həsən haqqında da deyilir. Kimin əli kimə çatırdısa, onunla əməkdaşlıq edirdi. Bu, geopolitikanın tələbidir, qanunudur. Ankara döyüşündə Yıldırım Bəyazidin ordusunda ən döyüşkən hissə serblər idi. Ən döyüşkən hissə idi. Və Yıldırım Bəyazidi digər türk tayfaları tərk edəndə, bəziləri Teymurun tərəfinə keçəndə, bəziləri isə ümumiyyətlə döyüş meydanından qaçanda, serblər axıra qədər Yıldırım Bəyaziddən qaldılar. Əmir Teymur onlara aslan deyib. Bəli. İndi nədir? Biz Yıldırım Bəyazidi günahlandıraq ki, bu niyə serb ordusunu götürüb gəlibdir? Bu nə düşüncədir? Bunlar onun tabeliyində idilər. Və o da onları götürür. Burada nə xəyanət yoxdur, nə bir şey yoxdur. Bu hadisənin təbii axarıdır. Təbii axarıdır. Bəli. Amma onu da məhz o təbii axarda zamanın fövqündə olmur. Yenə deyirəm, hər hansı bir şəxsiyyəti tarixin fövqündə, hətta müqəddəs şəxsiyyətləri ki, kimlərsə onlara inanır, onların müqəddəsliyinə, onların ilahi təbiətinə inanır, onları zamanından çıxardıb zamanın fövqündə tutanlar çox mənasız bir şey alınır. Ümumiyyətlə, tarixdə çox istedadlı adamlar var. Çox qoçaq adamlar var. Dahi şəxsiyyətlər var. Amma fövqəl-bəşəri şəxsiyyətlər yoxdur. Yoxdur. Tarix bəşəri məsələləri öyrənir. Bəli. Eyni. Fövqəl-təbii məsələləri, fövqəl-bəşəri məsələləri başqa şeylər öyrənir. Elm demək olur. Yəni tarix normal şəxsiyyətləri öyrənir, fövqəl-bəşəriləri yox. Bəli. Bir dənə bir şey deyim. Ümumiyyətlə fövqəl-bəşəri insan yoxdur tarix baxımından. Mən onu demək istəyirəm. Ola bilər bir şey o din baxımından var. Bitirəmi yoxsa fikriniz qaldısa ona uyğun sual verim. Amma yox, buna aid əgər bir şey yoxdursa, sonra siz özünüz tamamlaya bilərsiniz də. Bir də ki, mən nə ilə əlaqədar demək istəyirdim? Yəni tarixin bayaqları dedik. Ümumiyyətlə xalqda yaranan tarix anlayışı akademik tarixçilərin əsərlərinə əsaslanmır. hə, düzdür. Xalq deyək ki, Senyobosu oxumur və yaxud da ki, Oqtay Əfəndiyevin Azərbaycan Səfəvilər dövləti əsərini və yaxud da ki, Sara xanım Aşurbəylinin Şirvanşahlar dövləti əsərini oxumur. Xalq qənaət öndərlərinin, ayrı-ayrı siyasi figurların, ayrı-ayrı şəxslərin ki, onların təklif etdiyi, onların xalqa translasiya etdiyi hekayələri, narrativləri öyrənir və buna əsasən davranır. Gələcəkdə əgər qərar verməlidirsə, buna əsasən qərar verir. Buna görə də tarixçilərin, bayaqları demişdim, bir daha deyirəm, üzərinə böyük məsuliyyət düşür. Tarixi hadisələrə obyektiv öyrənib, onları xalqa düzgün çatdırmaq. Bununla əlaqədar mən deyim ki, hal-hazırda İrana münasibət ki, Azərbaycan cəmiyyətində formalaşır, hesab edirəm çox ciddi narahatçılıq mənbəyidir. Nə mənada?
Aydındır ki, İranla bizim aramızda, Azərbaycan Respublikası arasında müəyyən fikir ayrılıqları var. Siyasi fikir ayrılıqları var və bunda da İran iqtidarının bu fikir ayrılıqlarının yaranmasında çox böyük rolu var. Qarabağ məsələsində bizim yanımızda durmadılar, bizə qarşı haqsızlıq elədilər. Başqa məsələlərdə bizə hökmən bizi dini təbliğatın, propagandanın təsiri altına salmaq istəyirlər. Bizim geopolitik rəqiblərimizlə əməkdaşlıq edirlər və s. və ilaxır. Amma bütün bunlar əsas vermir ki, biz İran tarixini tamamilə reviziya edək. Bəli. Artıq indi başa düşürəm, indi hansısa bir siyasi icmalçı nəyə görəsə çıxıb deyibdir ki, İran dövləti tarixdə olmayıbdır. İran dövləti 1935-ci ildə yaranıb. Bu çox mənasız anlayışdır. Artıq Əhəmənilər dövründə o dövlətin adında İran anlayışı var idi. Aryanlardan gəlir. Aryan sözü ilə eyni kökdəndir, eyni məna verir. Ümumiyyətlə, Ari sözü hesab olunur ki, İran sözündən yaranıbdır və sonradan yayılıbdır Avropaya. Sasanilər sözlərində öz dövlətlərində İran şəhər deyir. İran şəhər deyirlər, bəli. İran şəhər deyir. Bunu necə demək olar ki, bu şey olmuyor? Müəllim deyirlər fars yox deyə. Elə və yaxud da ki, yaxşı, indi bunu ki, inkar edirsiniz. Mirzə Ələkbər Sabirin bir şeiri var, indi yadıma düşən odur. Deyir ki, ağladıqca kişi bir qeyrət olur, necə ki, ağladı İran oldu. Mirzə Ələkbər Sabir nədir? Bu, İran sözünü havadan almışdı. Bəli. Və yaxud da ki, Cəlil Məmmədquluzadəni ya digər bizim Axundov. Maarifçi demokrat, bəli, Axundov çox gözəl qeyd elədiniz. Bəli, Axundov da var. Axundovun adı, özü Axundov indi çox vaxt deyirlər coğrafi məfhum, coğrafi. Axundov həm də onu siyasi mənada işlədir İran anlayışını. Bəli, mədəni mərkəz kimi görür. Bu şəxslər belə çıxır ki, bunu translasiya eləyənlər, xalqa bunu bu şəkildə təbliğ eləyənlər, çatdıranlar, ya bunu bu məsələlərdən xəbərsiz adamlar. Mən buna inanmıram. Ya da ki, bunu qərəzli eləyirlər. Bu isə doğru yanaşma deyil. Bu xalqlar arasında siyasi rəqabət ola bilər. Amma xalqlar arasında, özü də o xalqlarla ki, biz uzun müddət eyni tarixi mühitdə yaşamışıq. Sıx əlaqədə olmuşuq. Bir-birimizə qarşılıqlı təsir olubdur. Bizim musiqimizə, ədəbiyyatımıza təsir olubdur. Bunların arasında düşmənçiliyi bu qədər dərinləşdirmək, düşmənçilik yaratmaq doğru deyil. Düzdür. Tam. Mən hesab edirəm ki, bu çox acınacaqlı nəticə verə bilər bütün tərəflər üçün. Tamamilə razıyam. Mən bununla da əgər əlavə sualınız yoxdursa, mən yekunlaşdırım. Yox, elə bütün suallara cavab verildi. Xüsusilə tarixçilər üçün, tarix müəllimləri üçün, ümumiyyətlə bu sahəyə maraq olan insanlar üçün çox faydalı və yararlı bir veriliş oldu. Buna görə minnətdaram. Ümid edirəm. Həqiqətən çox sağ olun. Çox sağ olun, dəvətinizə görə minnətdaram. Minnətdaram. Xudahafiz.